و اگر به فکر این باشن که در داخل کشور فتنه راه بیندازن مثل بعضی از سالهای قبل که راه انداختن، جوابشون رو خود ملت ایران خواهند داد، همچنانی که در گذشته دادند. خداوند شما رو موفق و مؤید بده. بسم الله الرحمن الرحیم. والعصر ان الانسان لفی خسر الا الذین آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. والسلام علیکم و رحمت الله و برکاته. Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Sürətlə yaxınlaşan apokaliptik axırüzzaman döyüşlərinə hazır olun. Müqavimətin mərkəzi İran İslam Respublikası həm daxildə, həm də xaricdə dəfələrlə sözünü verdiyimiz təmizləmə əməliyyatını sürətləndirib. Belə ki, yadınızda varsa, Pezeşkiyanın prezidentliyi dövrünün başlaması ərəfəsində biz qeyd etmişdik və son proqramlara qədər bunun üzərində təkidimiz var idi ki, İranda ikinci İslam enqilabı həm daxili siyasət baxımından, həm də müqavimətin qloballaşması baxımından start götürür. Bugün İran daxilində baş verən hadisələr və Netanyahunun qaça-qaça Trumpın yanına getməsi, Amerika və İsrail medialarının propagandalarının yanında tez-tez dünyaya car çəkmələri ki, İran çox qüdrətlənir və bölgədə və dünyada güya şər mənbəyidir. Bunlar hamısı bunun əyani göstəriciləridir. Bu da hara qayıdır? Bəhsini etdiyimiz son kartların açılmasına. Bunların axmaqlığı buradadır ki, ideoloji baxışı da hələ kənara qoysaq, milli və sivilizasiya baxımından 7000-8000 il bundan öncəyə qayıdan İranda şətrənc oyunu yaranıb. Şətrənc bilirsiniz də, yəni şahmat oyunu. Və İranın mədəni və sivilizasiya baxımından qanında bu şahmat oyununu mahir oynamaq var. Bunun üzərində bir kompüter proqramı kimi İslami ideologiyanın da, yəni bir intellektual və proqram baxımından ən güclü proqram olan İslami ideologiyanın da bu sivilizasiyaya qarışması düşmənlərin yuxusunu qarışdırıb. Bu şahmat oyununun nəticəsində dəfələrlə dediyimiz kimi düşmənlər həm xarici əllərindən gələn və əllərində qalan kartlarını yandırmaqla, həm də özlərinin İran daxilindəki qərb meyilli kartlarını yandırmaqla bir-bir ortaya qoyurlar və bu dediyimiz həmin əslində İranın təmizləmə prosesidir. Allahın haqq cəbhəsinə verdiyi lütfdür, ilahi sünnətdir. Ca'əl haqq zəhəqəl batil fə innəl batil ya innəl batilə kənə zəhuqa. Haqq gəldi, batil ortadan getdi. Əslində elə batil puç bir şeydir. Ortada yox idi ki, ortadan da gedə. Bu Allahın ayəsidir. Yəni bizim gözlərimizdə, dünya xalqlarının gözlərində təəssüf ki, bir çox həqiqətlərin aşkar olunması uzun zaman çəkə bilir. Gəlib rəhbər buyurduğu kimi zirvəyə yaxınlaşdığımız dönəmə və yaxud da 2-ci Suriya hadisələri ərəfəsində rəhbərin digər bir dəqiq təbiri var idi. Tarixin ən həssas döngəsindəyik və o döngəyə çatmışıq.
Bu təmizləmə proseslərinə İran daxili və xaricində baş verən, İranın yürütdüyü ümumi mənada şahmat oyunu strategiyası ilə, siyasətinə baxsaq, daxildə nələr baş verir? İran raketlərinin ki, dünyada Çin və Rusiya başda olmaqla hətta özünü super güc elan edən Amerikada qəbul etdiyi üzərə raketin demək olar mənbəyi olan İranda bu dəfə raketlərin vəhşətli və qorxulu dərəcədə gücləndirilməsi prosesi, süni idarə edilməsi də daxil olmaqla, partlayıcı başlıqları da daxil olmaqla bunker dağıdan raketlərin hazırlanmasının sürətləndirilməsi və intensivləşməsi, digər tərəfdən 20 illik proqramdan sonra 12 günlük müharibədə proqramları tamamilə suya düşən düşmənin ən böyük qorxusu İranda nüvənin zənginləşdirilməsi idi ki, nəinki nüvəyə, İranın nüvə gücünə istədikləri zərbəni vura bilmədilər, hətta misli görünməmiş sürətdə nüvə santrifüjlarının sayı artır və nüvə zənginləşdirilməsi intensivləşir. Beynəlxalq Nüvə Agentliyinin ayağı həssas obyektlərdən kəsilir. Hətta onların 430-450 kiloqramlıq iddia elədikləri, indiyə qədər 100 dəfə Trumpın özünün ziddiyyətli danışdığı, barəsində ziddiyyətli danışdığı, gah vurub məhv etmişik dediyi, gah İran onu gizlədib dediyi bu uran, zənginləşdirilmiş uranın yerinin məlum olmaması və nüvə gücünün həqiqətən də görünməmiş dərəcədə güclənməsi və zənginləşdirmənin sürətinin artırılması bu bir daxili prosesdir. Və son 48 saatda ki, biz Telegram kanalımızda da paylaşdıq. Kanalımızın həmişə olduğu kimi linkini şərh və adlıq bölməsinin üzərinə vurub abunə ola bilərsiniz. Son 48 saatda Rusiyadan İrana 4 böyük yük daşıyan təyyarənin enməsi, bütün bunlar daxili intensivləşən proseslər və dəyişimdir. İranın xaricdə, yəni bölgəsəl və qlobal olaraq gördükləri iş, dünən xəbəri gələn və Amerikanın kabusuna çevrilən Venezuela məsələsi ki, Venezuelada artıq İran dronlarının, mühacir 6 dronunun da daşınması və orada səhv eləmirəmsə istehsalının start götürülməsi. Digər tərəfdən həm daxili sahibləri, həm xarici İranın 3 P2 ki, son proqramda barəsində danışdıq, dəqiq məlumat ötürmə, 3 metrə qədər dəqiq çəkmə, süni intellektlə idarə olunma, çox az zamanda bölgəni izləyib bütün dəyişimlərin məlumatlarını İrana, mərkəzə ötürmə və dediyimiz kimi süni intellektlə idarə olunma bacarığı, deytaların kamil şəkildə ötürülməsini bacaran və bunlardan biri əməliyyat üçün istifadə olunan, yəni zamanında, anında bütün dəyişimlər, yəni düşmən heç bir dəyişimi gözdən qaçmayacaq inşallah. Digər xarici siyasətində İranın sürətli dəyişimi, işğal olunmuş torpaqlarda, bunların da xəbərlərini Telegram kanalımızda bugünə qədər yerləşdirmişik, baxa bilərsiniz. İsrailin müxtəlif kanalları, Kanal 14, hətta Kanal 13, bütün bu kanallarının bar-bar bağırdığı şiddətli kiber hücumlar ki, son xəbərini də dünən yerləşdirdiyi, əgər səhv eləmirəmsə, Hənzələ Hacker qrupunun işğal olunmuş torpaqlarda məskunlaşan həm siyonistlərə, həm də yahudilərin, adi yahudilər, siyonistlərin qarşısında duran yahudilərə
bir növ əmannamə xarakterli mesajları bütün onların telefonlarına və internetlərinin başdan ayağa işğal olunmuş ərazilərdə birdən-birə kəsilmələri və bununla da bütün qondarma dövlətlərində olan orqanlarda, banklardakı sistemlərin bir-birinə dəyməsi. Bunun yanında işğal olunmuş torpaqlarda canlı insan casuslarının misli görünməmiş dərəcədə artması və dünən, yəni sırağa gündən dünən keçən gecə İranda baş verən hadisələrlə yanaşı, məhz əmini 3 il bundan qabaqdakı fitnə kimi İranın şimal-qərbində, İraqda, Kürdistan iqlimində PEJAK terrorçularının şumlanması, ağır raket və dron zərbələri ilə şumlanması ki, qeyri-rəsmi məlumatlar verilir. Rəsmi hələ ki İran bir söz demir. Amma İranda daxildə baş verən bu günlərdə ən mühüm dəyişim zahiri acı görünsə də, biraz nigaran edici görünsə də, düşmənləri yenə də milçək dəyərində olan düşmənləri, uşaq kimi gözünü bu cür şeylərə tikən düşmənləri sevindirən, amma bizlərə biraz acı gəlsə də, amma əvvəldə dediyim mətləbə qayıdan təmizləmə prosesinin bir hissəsi olan bəzilərinin fitnə çıxartmaq istəməsi, iqtisadi çətinliyə, dolların qiymətinə olan etirazların bəziləri tərəfindən ixtişaşa çəkilmək istəməsi məsələsi var. Bu fitnələr nədir? Dediyimiz kimi, qarşı tərəf məxsusən 12 günlük müharibədən sonra aldıqları ağır zərbələr hər sahədə və indiyə qədər aldıqları zərbələr, bunun depressiyası, hətta Amerikanın, bax bu gündə Amerika bunu bəyan elədi ki, THAAD sistemləri ən üstün hava hücumundan müdafiə sistemləri ki, İsrailin köməyinə vermişdi, 1/4-nin işlədilməsi 12 gün ərzində. Əllərində qalanın 1/4-nin işlədilməsi və İranın bu 12 gündə vurduğu raket zərbələri, yəni 15-20 il bundan öncənin raketləri ilə vurduğu zərbələrin qarşısında ən müasir THAAD sisteminin 1/4-nin işlədilməsi və kamil şəkildə cavab verə bilməməsi, bütün bunlar qarşı tərəf üçün heç bir çarə qoymur. Bir tərəfdən də bayaq dediyimiz bu dəyişimlər, daxili və xarici proseslərin intensiv şəkildə dəyişməsi, İranın siyasətlərinin güclənməsi və müqavimət cəbhəsinin dəfələrlə dediyimiz İrana bağlı müqavimət cəbhəsi ilə İranla əlaqədar müəmmalı hərəkətsiz hərəkətləri ki, Netanyahu özünü öldürür neçə gündür ki, Hizbullahın, İsrail mediaları da bunu deyir, Hizbullahın 10.000 ballistik raketi var. Hizbullah İrana bağlı müqavimətin qollarından biridir. İranda nə qədər ballistik raket var, onun da statistikasını biz hesablamışıq. Təqribən sizə deyəcəyik minimum həddi ilə. Minimum həddi ilə, yox 50.000 bizim hesablamalarımızda görünür. Hər halda, bütün bunlar qarşı tərəfi, bu zərbələr qarşı tərəfi çox qorxudub. Yeganə ümid yerləri daxildə olan iqtisadi narazılıqdır. İnsanların küçələrə tökülməsi ki, xalqın arasına ixtişaş eləyənləri salsınlar, öz belə deyərlər, agentlərini salsınlar ki, göründü, bu bir neçə gündə göründü ki, üzü bağlı, şübhəli. Onlar da əlbəttə lazım olanları tutulub, indi dünyada cəhənnəmi yaşayırlar, o yerindədir. Amma maraqlısı budur ki, İran dövlət orqanları, belə deyək, polis orqanlarının müdaxiləsindən əvvəl ki, bir xəbərinin nümunəsinin birini Telegram kanalımıza sırağa gün səhv eləmirəmsə yerləşdirdik. Xalq bu ixtişaş törədənlərin, etiraza çıxan xalq özü bu ixtişaş törədənləri
qovdu. Neçə belə nümunəsini biz bu 1-2-3 gündə burada izlədik. Bu Qərb bilir ki və bu İsrail bilir ki, dediyimiz qarşıdakı 3 ildə, bəzilərinin dediyi 2 ildə əlavə edirlər, 5 ildə 2030-a qədər, biz 28-ə qədər deyirik. Bu illər ərzində İran bütün sektorlardakı dünyada ilk 3-lükdə, ən uzağı 5-lükdədir. İqtisadi sektorunda da təmizləmə prosesini aparsan, məxsusən daxildəki kartları, onların da buradakı kartları bir-bir bizim gözümüzün qarşısında da hadisələr yanır və yandıqlarına görə də müxtəlif sosial şəbəkələrdə filan o yan bu yan artıq özlərini bir kart olaraq açıb qoyurlar ortaya və daha çox yandırırlar. Qərb bunu bilir. Bunların yanması fonunda İran iqtisadi sektorda da bu 2 ili, 3 ili təmizləmənin kənarında keçirtsə, vay Yahud dövlətinin halınadır ki, yəni vay Qərbin halına. Bundan əlavə onların özlərinin müqavimət cəbhəsi qarşısında hərbi kəşfiyyat və təhlükəsizlik və ən əsası sosial bazaları güclü zəlzələyə düçar olub və çatları böyüyür bu bazalarda, məxsusən sosial bazalarında. Ki bunu John Mearsheimer dünənki çıxışında da dedi və Israel Times şəbəkəsi də bunu etiraf etdilər. Həm özlərinin daxilindəki çöküş bazalarının çökməsinə, həm də İranın növbəti ehtimalı verilən müharibədə artıq dayanmayacağına və nə İsrail, nə də onu xilas etməyə gələn Amerikanın bazalarının ona gücü çatmayacağına etiraf etdilər. Və elə Trump'ın Netanyahu ilə görüşdə İran barəsindəki mediaya aktyor kimi oynayıb propaganda dolu sözlərinə, təhdidlərinə cavab olaraq ali məqamlı rəhbərin saytı xamenei.ir bu saytda da bir məqalə dərc olundu. Bu çərənləməyə gözəl bir cavab verildi. Məqalə biraz uzundur. Mən onun axırda bir nöqtəsi var. Növbəti zərbə son 12 günlük zərbə ki, Təl-Əvivin 1/3 yerlə yeksən olmuşdu. O 12 günlük zərbə ilə müqayisə olması olmayacaq. Yəni, xülasəsi İsrail mifi bitəcək məsələsidir. Buna görə də bunlar İran daxilindəki insanların etirazına, dinc etirazına, bu etirazı ixtişaşa çevirmək istəyirlər. Hansı yolla? Dəfələrlə demişik. Bunların köhnə metodikaları var. Yeni biçimdə görsədirlər, amma köhnədir xətt. Etirazları ixtişaşa çevirmək ki, heç bir ölü çıxartmaq. Bir xəbər çıxartdılar, 14 yaşında bir oğlan idi, Səmavati idi familiyası. İxtişaş ayrı yerdə baş verib, Fəsa məntəqəsində. Bu oğlan Babelin ayrı tərəfindəndir. Oğlan çıxdı, atası çıxdı, anası çıxdı, canlı ki, xarici medialar qələt edirlər. Oğlan sağ-salamatdır. Və bir qan çıxartsınlar, görsətsinlər. Dediyimiz kimi, bunu da oxları daşa dəyir. Oxları daşa dəyir. Xalq özü bunların cavabını verir. Bu göz qabağındadır burada. Ki, və əvvəlki çıxartdıqları fitnələrin yanında o köz söndükcə sönür. Balaca közərtiləri qalır ki, onu heyf eləyəsən, oradan nəsə bir alov çıxsın, ona ümid ediblər. Və bunun yanında neyləsinlər? Deyirdi ya, çarələri qalıb, biz zehni terror, media propagandalar və bir də İranın sərhədlərində, məxsusən şimal-qərb, yəni Kürdistan iqlimi, cənub-şərq, Pakistan və Əfqanistan sərhədindəki pəştudilli terrorçulara ümid edirdilər ki, elə bu etirazlardan öncə
həm şimal-qərbdə, Kürdistan iqlimində, həm cənub-şərqdə, Sistan-Bəluçistan tərəfdə, bu Pakistan-Əfqanistan sərhədində ağır zərbələr vurulub ki, səsi çıxacaq yavaş-yavaş. Bizdə bəzi məlumatlar var ki, ağır zərbələr vurulub, inşallah səsi çıxacaq yavaş-yavaş və dünən, bayaq dediyimiz kimi, sırağa gündən dünənə keçən, yəni dünən demək olar ki, sübhə yaxın vaxtında, gecənin ortasında, sübhə yaxın vaxtında İranın ağır zərbələri yenə şumlama prosesi Kürdistan iqlimində həşəratları, terrorçu həşəratları şumlama prosesi bunun bir göstəricisi idi ki, onlar planları bu idi. Yəni, içəridə ixtişaş salaq və silah keçirdək. Ki, təsadüfi deyil ki, bu gündə o 7 nəfəri tutdular, şəbəkələşmiş, içəri silah keçirmək istəyən 100 dənə tapanca, müxtəlif silahlar götürdülər. Bunların 5-i daxildəki xainlərdən idi, iqlimlə əlaqəli və ikisi Avropadan. Avropanı da gözəl günlər gözləyir dırnaq arasında. Amma yenə də deyirik, İran xalqı, Allah qəribə bir Allah Quranda buyurur, Allahu ya'ləm haythu yec'al risalətəhu. Allah özü bilir ki, öz dininin risalətini və hakimiyyətini kimin əlində qoysun. Bunun ən böyük nümunəsi peyğəmbərlər və Əhl-i Beyt əleyhimussalamdır və onların davamında olan kəslərdir. Bugün müqavimət cəbhəsi bunu dünyada artıq qlobal formada göstərməyə başlayır. Buna görə də Allah sanki bu xalqlara fitnələri yaşada bəsirətlərini yuxarı qaldırır. İndiyə qədər inqilab olandan 5 dənə ən azı bu cür fitnə olub ki, getdikcə də fitnələrin rəngi azalıb və sönüb. Çünki hər fitnədə xalq daha çox hakimiyyətin, İslam inqilabı nizamı və məxsusən silahlı qüvvələr və məxsusən də Sepanın arxasında dayanıb. Bax, bizim dediyimiz ikinci inqilab dövrü daxildəki kartlarının da yanması ilə onların, xarici düşmənlərin sövq verir gələcək dediyimiz bu illərə xalq birbaşa rəhbərlik və rəhbərliyə bağlı olan orqanlarla birləşəcək. Artıq ortadan bu qərb meylilər çıxacaq. Onların qorxusu budur. Əgər bu oldu və bunun kənarındakı xarici təmizləmə siyasəti ki, baş verməlidir qarşıdakı illərə, Yəhud qondarma dövləti nabud olmalıdır. Bu o deməkdir ki, bunların əli tamamilə üzülür və necə ki, Livanlı bir böyük bir mühəqqiq var. Səhv eləmirəmsə Muhammed Bətlaqi ya Bətlani idi adı. Ustadlardan biri deyir, onun bir kitabı var. Axır zaman barəsində ki, Yəhud dövləti nabud olacaq müqavimət xalqlarının əli ilə və bu nabud olandan sonra o təhqiq eləyib gətirib. Yəni, reallıqlar əsasında keçmişdə verilən xəbərlər və indiki reallıqlar əsasında həm qarşı cəbhənin, həm öz tərəfimizin analizləri əsasında nəticəyə çatır ki, bu dövlət nabud olacaq və bunun nabudluğu zuhurun startı deməkdir. Ona görə də əzizlər, özümüzü və ətrafımızı hər tərəfli zuhur hökumətinə hazırlamalıyıq. Ölkəmizdə baş verən Siyon çapalamaları və onların qeyrət və namusunu satmış, istəyir etiqadi formada özlərini sünni kimi göstərən vəhhabi tör-töküntüləri, istəyir media trolları formasında, görürsünüz özünüzdə Instagram, nə bilim TikTok, orada burada öz qeyrətini və ailəsindən xəbəri olmayanların gəlib şiddətli şəkildə Əhl-i Beyt İslamına, xalqımızın milli və mədəni və Əhl-i Beyt kökəninə hücum gətirməsi və bu hücumu üryan şəkilə salması və intensivləşdirməsi də dəfələrlə dediyimiz bunların ərbabının quyruğunun həqiqi mənada qapı arasında qalması və sıxılmasının şiddətlənməsinin nəticəsi olaraq ölkəmizdə özünü biruzə verir ki, Əliyev sistemi rejiminin də bəzi atdığı, dövlət strukturalarında atdığı addımlar da bunu göstərir ki,
kreslosu deyəsən əməlli başlı laxlayır. Laxlamasa da elə özünün nökəri olduqları onu laxladacaq. Bir yolu var ki, gec olmadan nələrisə ən azı siyasi baxımdan anlasın. Amma ki, nəysə, sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.